Salam mərkəz dostlar, bu günləri sizə Futures DCI haqqında məlumat verəcəm. Baxaq görək bu funksiya necə işləyir. Amma videoya başlamamışdan əvvəl xatırladıram ki, Futures Trading çox yüksək riskli tradinglərdən biri sayılır və mənim videomda göstərilən material sadəcə olaraq informativ xarakter daşıyır və sizi hansısa bir investisiya məsləhəti etmiş olmur. İndi isə gəlin baxaq görək Futures DCI nədir və bundan necə istifadə etmək olar və bunun bizə hansısa bir faydası dəyə bilərmi? Videodan artıq hansısa bir çıxarış eləyib funksiyanı istifadə edib etməmək sizin şəxsi öz işinizdir. Təbii ki, öz riskiniz kimi də. Burada biz trade bölümü var. Harda ki biz belə deyək də Binance birjasında tam olaraq hesab açıb KYC keçib balans doldurduqdan sonra hansın ki belə deyək də mənim linkin videonun altında var, istifadə edə bilərsiniz. Burada trade bölümü var və bu trade bölümündə belə bir hissə var. Trading bots yazılır. Yəni siz bir növ bot düzəldirsiniz və trading bots yazılır. Gəlin indi bura baxaq. Bu Windows'un bir hissə problem məsələləri çoxdur. Və burada biz müəyyən belə deyək də strategiyalar və yaxud müəyyən funksiyalar görürük. Bu funksiyalar hərəsi öz belə deyək də alqoritmi var, hərəsinin bir işləmə prinsipi var. Bizim isə bu marağımızda olan əsas məsələ Futures DCI-dir. Hansına ki mən bax açırıq indi Futures DCI-yi və baxaq görək bu funksiya ümumiyyətcə bizə hansı imkanlar verir və bu funksiya nəyi özündən təsəvvür eləyir. Mən Bitcoin üzərində göstərməyəcəm, çünki marjam azdır. Ona görə də Bitcoin üzərindən yox, hansısa bir yüngül bir coin üzərindən bunu eləyək. Məsələn, XRP götürək, tutaq ki, XRP və XRP üzərindən göstərəcəm mən ki, həm də qiymət demək rahat olsun da 2.40 demək. Bir var 103 min zat bunu deyəsən, bir də var 2.40 deyəsən. Ona görə də mən daha belə deyək də ucuz bir aktiv götürürəm. Və indi ümumən baxaq görək DCI trading nədir? Biz burada bir növ belə deyək də özümüz bot qururuq. Biz hazır hansısa botlar istifadə edə bilərik. Orada yəni doludur. Siz girib hansısa botlar istifadə edə bilərsiniz. Daha öncəki səhifədə burada baxın hazır botlar var, copy paste edə bilərsiniz. Amma bir də var ki, məntiqi özünüz başa düşəsiniz. Bu əsas məsələdir. Çünki məntiqi başa düşməsəz, gəlirinizi və çıxarışınızı belə deyək də başa düşməyəsiniz. Burada nədir? Bizdə baxın belə bir bölüm var. Burada var buy bölümü, var sell bölümü. Buy bölümü bildiyimiz, yəni long açmaq, long pozisiya açmaq üçün, sell bölümü də short pozisiya açmaq üçündür. Yəni bu artıq heç kimə belə deyək də gizli bir şey deyil. Və price derivation var, yəni qiymət fərq, yəni hansı qiymət fərqi ilə biz pozisiya açırıq. Mən hal-hazırda məsəl üçün 1% qoyuram bura və take profit per round. Deyir ki, hər roundda take profit nə qədər olacaq. Belə istəsək biraz böyüdə də bilərik. Onsuz da bizə belə deyək də daha yaxşı görüntü lazımdır. Və mən deyirəm ki, tutaq ki, XRP 0.5% hərəkət eləyəndə yuxarı, yəni buy eləyirəmsə mən long açıram deməkdir bu. Belə deyək də və mən deyirəm ki, bota ki 1% take profit mənə bəs eləyir və bazı margin, order margin var. Burada X var təbii ki, mən yenə də deyirəm yüksək X-lar yüksək risk deməkdir. Mən burada elə belə 3X qoyuram və bunun üzərindən göstərəcəm. Belə deyək də belə artıraq. 3x qoyuram və bunun üzərindən göstərəcəm. Və görürsünüz, bizdə burada belə bir bölümlər var. Əsas məsələ elə bax burada başlayır. Burada yazılır ki, baza order margin. Yəni deyir ki, sənin əsas baza orderin marjini nə qədərdir? Mən deyirəm ki, 3 dollarlıq pozisiya açıram 3x-dan. Yəni bax bunu deyirəm, 3 dollar marjin verirəm və 3x-la belə deyək də əsas bax buradan açıram. Tutaq ki, bax hal-hazırki qiymətdən. Və DCI orderdə deyirəm ki, 3 dollardan pozisiyalar aç və deyirəm ki, 3 dənə pozisiya mənə bəs eləyir. Və gəlin baxaq, baxın biz burada DCI orderlərinin sayını yazdıqdan sonra baxın bizdə görürsünüz yaşıl burada nələrsə əmələ gəldi. İndi gəlin baxaq görək bu nə deməkdir. Deyirəm ki, bazı orderim, yəni əsas orderim, yəni hal-hazırda məsələn botu yaradanda açacağım order, long orderi bu qiymətdən, yəni hal-hazırda bazarın qiyməti nədirsə oradan açılsın. Və deyirəm ki, 3 dollarlıq da pozisiyalar aç, amma bax burada daha öncə yazdım price derivation 0.5% fərq, yəni əgər XRP düşəcəksə 0.5% sən mənim üçün 3 dollarlıq yenə də pozisiyalar aç. Və beləliklə mən ortalama edirəm. DCI sözü ümumiyyətcə qiymət ortalaması deməkdir. Yəni spot tradingdə biz bu haqda video olmalıdır mənim kanalımda, səhv eləmirəmsə var. Və futuresda da ortalama söhbəti var. Və bu bizə nə imkanlar verir? O imkan verir ki, baxın, məsəl üçün biz buradan pozisiya açırıq və qiymət aşağı düşdükcə, biz əgər burada hansısa bir pozisiya açırıqsa yenə, bizdə qiymətdə ortalama baş verir və bizim yuxarıda açdığımız pozisiyanın orta qiyməti biraz aşağı düşür. Və hər dəfə 0.5% XRP aşağı gəldikcə, bizim belə deyək də növbəti DCI açılan, avtomatik açılır bunlar. Yəni biz bunu qoşduq, getdik işimizə, gücümüzə, məsələn deyək.
Yəni nəsə futures'ı qoşub arasa iş və güclə getməyi məsləhət görməzdim. Mütləq şəkildə izləsən daha yaxşı olar. Yəni futures'ı açıb arasa gedim, yıxılıb yatım, yox. Məsələn futuresi çox riskli bir belə deyək də instrumentlərdən, alətlərdən biridir. Bunu daha öncə də səbəblər videonun əvvəlində dedim. Və belədir. Məsəl üçün əgər mən qoysam ki 1% aralıqla, avtomatik görürsüz nə baş verdi? Mənim DCI orderlərim 1% aralıqla. Yəni baxın bu orderlə bu order arasında 1%. Əgər XRP 1% düşəcəksə, məndə 2.37-dən yenə də order açılacaq. Əgər XRP daha 1% düşəcəksə, 2.35-dən məndə order açılacaq. Və təbii ki DCI 3-ə kimi də order açılacaq. Bax bura kimi. Çünki mən 3 dənə qoymuşam. 4 dənə qoysam, təbii ki 4 dənə order olacaq. Və yaxud 10 dənə qoysam, belə deyək də orderlərin sayı görürsüz çoxalır. Və ta 2.16-ya qədər mən order açmış oluram. Və eyni zamanda da bizim belə deyək də tam diqqət yetirməliyik likvidasiya qiymətimizə. Baxın, XRP 1.51-ə gəlsə biz avtomatik likvidasiyaya gedəcəyik. Bilirsiniz də futuresdə likvidasiya var. Gəlin bura 3 order qoyaq ki, çox böyütməyək istəmirəm. Yəni çox order qoyub belə deyək də anlaşılmaz yaratır. Azından ki başa düşəsiz. Və burada da görürsüz, bax take profit per round var. Deyir ki, hər bir rounddan 1% profiti götür. Bu o deməkdir ki, biz burada əgər DCI 3-ə kimi düşdüsə, əgər bizim belə deyək də orderimiz gəldi buradan düşdüsə və buradan bizim long pozisiyalar açılırsa bunların hər birinə və bundan artıq yuxarı qalxmağa başlayanda biz başlayacağıq avtomatik hər yuxarı qalxdıqca 1% profit götürməyə. Ta ki bütün DCI-lər bağlanana kimi və həmçində base order, yəni əsas ana order bağlanana kimi. Biz burada preview bölümünü vurub baxa bilərik ki, biz belə deyək də XRP neçəyə gəlsə profit götürəcəyik. Biz məsəl üçün base orderimiz həyata keçsə, XRP 2.42-yə gəlsə, biz avtomatik profit götürürük. Hal-hazırki vəziyyət. Yoxsa qiymət dəyişir, XRP-nin qiyməti qalxıb düşür. Yəni bütün coinlərə aiddir bu. DCI 1-də deyir ki, əgər XRP 2.38-ə düşsə, düzdür, və 2.41-ə qalxsa, biz avtomatik take profit və profit götürmüş oluruq. Bu nədir? 2.46 bu ümumi profitlərimiz gedir bizim. Başa düşürsünüzmü? Yəni hər bir belə deyək də pozisiyanın götürdüyü profitlərlə gəlib çıxır ora. Təbii ki, burada siz komissiyaları xərcləməlisiniz. Burada hansısa məsəl üçün belə deyək də take profit 0.1 qoymağın mənası yoxdur. Çünki siz komissiya ödəyirsiniz. Futures komissiya. Yəni 1% normaldır. Hansısa bir bot qurub əgər 1%-lə yoxlamaq olar təbii ki. Və 3x-dəki bilirsiniz, burada 1x-ə qədər eləmək olur. 1x-ə qədər eləmək olur, amma 1x-də artıq 3 dollar pozisiya açmaq olmur. X nə qədər çoxdursa, pozisiyanın marjada o qədər az lazım olur. Məsələn, deyək, biz əgər 5x qoysaq, biz səhv etmirəmsə, daha balaca marj aça bilirik. Baxın, 1.50, 1.60-la da biz ana orderi aça bilərik və 1.60-la da verə bilərik ki, 3 dənə order açılsın bizim üçün. Bunu mən artıq create long var burada və ad marjın var burada. Hansı ki, siz qoşsaq, əgər likvidasiya nöqtənizə yaxınlaşırsa və likvidasiya getməyin şansınız varsa, bilirsiniz, marja əlavə olunur, yəni balans əlavə olunur. Sizin Binance hesabınızdan ki, siz likvidasiyaya getməzsiniz. Bunu məncə qoşmağı məsləhət görmədim. Yəni deyirəm, mən ümumiyyətlə futures açmağı çox adama məsləhət görməzdim, çünki bu çox riskli bir şeydir və siz əgər futures açmaq istəyirsinizsə, belə bir belə deyək də ürəyiniz istəyirsə, təbii ki, mütləq şəkildə bunun üstündə durmalısınız. Futures pozisiya açıb gedib yıxılıb yatmaq düzgün deyil. Həmçinin də price derivation-da biz 0.5-də qoya bilərik, daha az aralıqla. Baxın, avtomatik bizim orderlərimiz yerlərini dəyişdilər və daha yaxınlaşdılar. Yəni deyirik ki, 0.5 düşdükcə XRP-nin qiyməti orderlər açılsın, 3 dənə order açılsın. Və biz burada create long vursaq əgər, məndə avtomatik birinci order açılacaq və belə deyək də bir növ burada riskləri qəbul edib, yəni sözdə deyir ki, risklidir, yəni tək mən demirəm. Və biz burada bunu belə deyək də bu həmin botu yaratmış oluruq. Create long eləyərək, görürsünüz bizdə burada məlumatlar əmələ gəlir. Create long eləyərək biz burada DCI pozisiyanı açmış olaq. Baxın, mən birinci pozisiyam açıldı artıq. Yəni bu əsas base pozisiya, yəni mən bilirsiniz də əsas base pozisiya açıldı və təbii ki, digər pozisiyalarda artıq XRP daha aşağı düşəcəksə, baxın burada biz görürük. Round 1, yəni daha sonra pozisiyalar açılandan sonra təbii ki, biz burada roundları görəcəyik və biz hər roundda nə qazanırıqsa bunu həmin baxın burada biz görə bilərik, açıb baxa bilərik. Və görürsünüz, hal-hazırda bax 0.2% məsəl üçün mənfi, çünki mən long pozisiya açmışam və XRP-nin qiyməti biraz da olsa belə deyək də oynaşıb aşağı. Baxın, bax belə baxa bilirik. Və biz görürük ki, burada hal-hazırda baxın profit yoxdur, çünki hələ ki qiymət yetərincə qalxmayıb, həm də X azdır. Həmçinin mən çox aşağı X-ni açmışam, 5X-la. 5X-ni açmışıq və marjada çox aşağı olduğuna görə bizdə hələ ki
belə deyək də güclü bir fərq verməyəcək bu. Və bunu ləğv eləmək üçün də təbii end bot vururuq, botu yekunlaşdırırıq və əgər siz mənfidə end bot vurursunuzsa və botu ləğv eləyirsinizsə, end bot vurursa, botu ləğv eləyirsinizsə, siz yəni mənflə çıxmış olursunuz. Yəni artıq sizin tradinginiz davam eləməyəcək və artıq bununla da bitdi, qurtardı getdi. Yəni siz davam etmirsiniz artıq tradingi. Həmçinin də short pozisiyada da eyni vəziyyətdir. Short pozisiyada isə sizin orderlər yuxarı gedəcək. Bax 0,5% fərqlə deyirəm, tutaq ki, $2 ana orderi açıram deyirəm. Məsəl üçün əsas orderi $2 və deyirəm ki, DCI-də $3 doldurmaq şərtinə və görürsüz, bizdə avtomatik short, yəni üzə aşağı açılmaq üçün, yəni yuxarıda qoyuldu xəttlər. Yəni XRP qalxmağa başlasa, bizdə avtomatik baxın bu nöqtələrdən başlayacaq short pozisiyalar açmağa və beləliklə biz avtomatik olaraq short pozisiya dayanmış olacaq. Ondan sonra düşməyə başlasa, XRP yəni buradan qalxıb short pozisiya bizim 4-cü orderimizdə həyata keçsə, ondan sonra düşməyə başladıqca isə həmin pozisiyalar 1% profitlə, yəni burada təyin etdiyimiz kimi 1% profit götürmə şərti ilə həmin pozisiyaları bir-bir bağlayacaq və bununla da belə deyək də bizim tradingimiz yekunlaşacaq və bağlanacaq pozisiya və məsəl üçün profitdə isə profitdəyik və qurtardı getdi. Burada açığı da, yəni hansısa bir stop losslar var burada. Baxın, burada biz advanced-də, optional-da baxın, stop loss qoya bilərik. Məsəl üçün 3% itkidə bizdə stop loss, yəni biz artıq bundan yuxarı itirmək istəmirik. Eləyə bilərik, təyin eləyə bilərik. Stop losslar var burada, stop conditionlar da var. Qiymət deyirsiniz ki, məsəl üçün XRP tutaq ki, 2.50-dən yuxarı qalxmağa başlasa, məndə stop loss, yəni artıq belə deyək də itirməyi dayandır. Burada siz qiymət ilə də qoya bilərsiniz, faiz nisbəti ilə də stop loss qoya bilərsiniz. Yəni bunlar var hamısı, stop losslar var burada hamısı. Sadəcə olaraq advanced bölümünə girmək lazımdır. Bax belə uşaqlar. Yəni bir sadə bir, çox güclü bir belə deyək də çətin bir şey yoxdur burada anlaşılmayan. Mən özüm elə birinci dəfə manualı oxuduqdan sonra başa düşdüm ki, hə, necə işləyir bu. Ümid edirəm ki, bu çətin videoda sizə bunu aydınlatar. Amma yenə də bilməlisiniz ki, futures trading həddindən artıq özündən çox böyük bir risk daşıyır və bu risklərə də düzgün yanaşaraq, düzgün qərarlar verib, düzgün trade eləmək lazımdır. Videomu bəyəndinizsə, like eləyin mütləq şəkildə, öz fikirlərinizi aşağıda rəy bölümündə yaza bilərsiniz. Binance birjasının linki də videonun altında var. Sağ olun, gələn görüşərdək.